Biraz da şuna yatır benim. Ha, çok minnet. Dur bu. Kan durmadan tez eləyəm məndə. Küçük bir daha. Ama esas buralar. Tamam. Bir daha götür hazır. Götürme bilsen hiç. Ay, bir damla onun üstüne tök. Все, bu kalan boşalt içine bunun içine. Aha. Bunu ver. Onu da pişirdim. Evet, bu bunun. Sən olmaz. Sonra tök. Şimdi hamısını öz pipetiyle karıştır onları. Bu bunun da az karıştır. Gözler indi o birisini indi karıştır. Şimdi bunu. İndi bir balaca gözlüyürük. Əgər burada çöküntü baş verərsə, qan A qrupuna aiddir. Burada çöküntü baş verərsə, qan B qrupuna aiddir. Burada çöküntü baş verərsə, qan müsbətdir. Əgər baş verməzsə, mənfidir. Heç birində çöküntü baş vermirsə, qan sıfırdır. Hər ikisində çöküntü baş verirsə, dördüncü qrupda A və B qrupu var. İndi gəlin biraz gözləyək, görə indi hansında çöküntü baş verir. B qrup. Burada çöküntü baş verməzsə, mənfidir. Baş verməsə mənfidir. Burada baş verənə görə mən siz desən B qrupu. B qrupuyam. Aha, amma bu biraz gözləməlidir. Niyə biraz qara oldu? Çünki onun reaktiv axı mavi rənglidir. Burada heç bir çöküntü baş vermədi. Deməli A qrupu. Üçüncü qrup deyilik. Dördüncü qrupda deyilsə, çünki Anti B'də amma çöküntü baş verdiyinə görə bu reaktivdə burada üçüncü qrup olduğunu göstərir. Burada isə anti D'də hələ bu bir balaca vaxt aparır. Bunu da gözləyək. Biraz qarışdıraq. Dur. Buna biraz zaman lazımdır gözləməyə. Məncə mənfisiniz. Sizcə neçə oldu? B qruplusuz, amma mənfi mi yoxsa müsbət mi olduğunu bilmirəm. Onu biraz gözləməliyik. Çünki onun reaktivi biraz gec təsir göstərir. Amma baxın yavaş-yavaş qan baxın ortaya yığışır. Qırmızı rəng ortaya yığışır. Fikir verirsiniz. Bax ortaya yığışır. Yığılır bir yerə. Pıxtalaşmağa doğru gedirsə, deməli müsbətdir. Mən B qrupu hansısa qrup idi B. 3 müsbət. Aa, siz də? Üç müsbət. Mən desən çox qan qrupu heç müsbətdir. Sezon da heç müsbətdir. Sonra burada fərq elədik ki, mənim qan qrupum neçə oldu? Sən də yaxından götür, artıq bu çökür. Bu da çökür. Yaxından götür. Baxın B artıq tam çökdü. Düzdür? Aglutinasiya baş verir. Burada baxın. Burada da düzdür tam bunun kimi olmur, amma baxın qan ortaya yığışır orada. Fikir verin, artıq yavaş-yavaş o da çökür. Burada heç bir dəyişiklik baş vermir, yerində qalıbdır. Bu onu göstərir ki, ikinci qrup deyil. Ona görə də 3 müsbət. Buyur, xəstənin ad soyadını yaz, qan qrupunu yaz, təyin elə. Neçə oldu indi? 20 dənə. RH olursa. RH nə olur bəs? Birincidə heç bir çöküntü baş verməyib, ikincidə baş verib anti B. də çöküntü baş verdiği B qrupdur. Bir də RH-ımızda da baxın çöküntü baş verdiyinə görə RH müsbət, B RH müsbət. Kürsüm şagirdimizin də doğru qeyd etdiyi kimi. Müsbət, bəli. B RH pozitiv. Allah, super. Təbriklər. Mən alqışlıyorum. Ən böyük fərqən əvvəl almasın. Baxmamız sizə fədaylar.